Dünən Instagram hesabımdan paylaşdığım sualla bağlı indi cavabları izah eləyəcəm. Deməli, bütün variantlarda yazıblar, yəni A, B, C, D hamısı yazılıbdır və mən indi izah eləyim. Doğru cavabı artıq biləcəksiniz nədir? Bu liseydə də düşübdür, lisey sınaq suallarından biridir. Şərt belədir. Hansı söz iki nitq səsi kimi düşünülə bilər? A variantı bir dənə qalsın, digər variantları izah edeyim, indi başa düşəcəksiniz. Deməli, B variantında nə sözdür? Elektrik sözdür. Elektrik sözü bir var isim kimi düşünülür. Bir var elektrik yuvası mənasında vurğu i'nin üzərinə düşür. Bir də var elektrik, şəxs mənasında, o işlə məşğul olan şəxs mənasını ifadə edir. İsim kimi olur. C variantında istiot. İstiot bu bitişik şəkildə yazılıb mürəkkəb sözdür və bunu bir cür başa düşmək olur. Başqa bir mənası yoxdur. D variantında bildirçi sözü. Bu bir çox insanı çaşdırıb. Nəyə görə? Bunu feil kimi də düşünüblər. Feil kimi olsa ki ayrı yazılmalıdır. Bildir ki, yəni nəyisə bildirmək mənasında, kiməsə bildirmək mənasında. Amma bildirçi sözü bitişik şəkildə yazıldıqda ki artıq keçən il mənasını ifadə edir. Ona görə D variantında çıxıram. A variantına baxaq, qoşa-qoşa sözü. Biz bilirik ki, A ilə düzələn feili bağlama da var. Bir də feili bağlamanı bəzən uşaqlar zərflə də qarışdırırlar. Və bunlar fərqli nitqsələridir. Gəlin baxaq, misallarla izah edeyim, daha aydın başa düşəcəksiniz. Bir var deyirəm ki, uşaqlar qoşa-qoşa oturmuşdular. Bu deməkdir ki, yəni cüt-cüt oturmuşdular, yanaşı oturublar. Yəni burada bir şey qoşmaqdan qoşa-qoşa yaranmayıbdır. Sadəcə qoşa-qoşa sözü elə özüdür. İki eyni söz təkrarlanıbdır, zərf yaranıbdır. Bir də var deyirəm ki, maşını qoşa-qoşa mahnı oxuyurdu. Bu artıq o deməkdir ki, qoşmaq mənasından artıq feili bağlama AA olubdur. Bu artıq feili bağlama aid olacaq, yəni maşını qoşa-qoşa mahnı oxuyurdu. Deməli, doğru cavabımız A variantıdır.